Türkiyədə baş verənlərə qayıdıram. Türkiyədə bu mərkəzlər işləyir, gecə-gündüz. Yəni. Və onlar bizi hardan vururlar? Məzhəb üzərindən vururlar, türklük üzərindən vururlar, İsrailə münasibət üzərindən vururlar və qızışdırdıqca qızışdırırlar. Mən də düşünürəm ki, biz bayaq bir ifadə işlətdimə, biz elə bilirik Türkiyə bizimdir. Ki, niyə? Türk dövlətidir, arxayınlıqda ora bizimdir. Elə deyil. Türkiyənin içində işləmək lazımdır. Siz özümüzdən arxayın deyilik, hardaqala Türkiyədən arxayın. İşləmək lazımdır və kim işləməlidir? Sizlə biz bu söhbətləri çox eləmişik. Bizim ziyalımız, alimimiz, siyasətçimiz, jurnalistimiz, deyilmi? Hardadılar bə? Bax, ayda bir neçə dəfə Türkiyəyə gedib, tədbirlər keçirənlər, yaxalarını cıranlar ki, ay bizim əlaqələrimiz belə filan, besməkən. Görün nə baş bunlar? Bax, mən nə deyirəm? Türkiyədə bu 10 illər ərzində, yəni müstəqillik dövrümüzdə bəlkə də, bilmirəm, 10 minlərlə, yaxud minlərlə məzunumuz olub da, Türkiyə universitetlərində oxuyublar. Mən əksərən onları izləyirəm. Adamlar Türkiyə türkçəsində bir yazı yaza bilmirlər. Təəccüb edirəm. Və necə oxuyublar? Yəni, sən Türkiyədə oxumusan, universitet oxumusan, sən 5 il, 4 il, bilmirəm neçə il, sən nətər olur Türkiyə türkçəsində yazı yaza bilmirsən? Və əslinə qalanına Türkiyənin içində işləmək daha çox o adamlara düşər. Aralarında var, Türkiyə televiziyalarında da məşhur, yəni kifayət qədər sözünə güvənilən adamlar da var. Yeri gəlmişkən, məsələn, indi Türkiyədə oxumasa da İbrahim Nəbioğlu, bizim keçmiş konsul, İstanbuldakı konsul, Türkiyədə yaşayır. Görürəm ki, proqramlara çıxır, televiziya kanallarına kifayət qədər də sağlam, həm Türkiyənin, həm Azərbaycanın, həm Türk dünyasının maraqlarına xidmət edən şərhlər verir, təhlillər edir. Ondan sonra Toğrul İsmail var, məsələn, Türkiyədə yaşayır, daim televiziya kanallarına çıxır. Baxıram, azdır, azdır. Biz daha çox istəyirik. Yəni, bayaq dedim, minlərlə məzun. Çox vaxtı, ona görə daha çox istəyirik. Bəli, yəni sözüm nədədir? Mən Azərəsdə tutaq ki, Türkiyədə oxumamışam. Amma mən türkçə yazıram, danışıram. Türkiyə sosial media segmentində də aktivəm. Yəni, boş dayanmıram. Türkiyənin Milliyyət qəzetində açsınlar, oxusunlar. Mənim bloqum var, 32 yazım var. Hal-hazırda orada illərlə yazmışam, davamlı yazmıram. Hətta mən Bolqaristanda türk dilində çıxan Kırca Ali Xəbər qəzeti var. Türkçə çıxır, tərtəmiz türkçə. Çünki türk toplumunun yaşadığı bölgədir. Mənim orada o qəzetdə yazılarım çıxır. Türkçə. Yəni, burada oturub əlim çatır. İndiki texnologiya imkan verir də. Sözüm ondadır ki, bunu Azərəsrət eləməli deyil. Azərəsrət Rusa da cavab versin, İngilisə də cavab versin, Almana da cavab versin, Türkiyəyə də cavab versin. Da mənim də canım çıxır axı. Yəni, fiziki olaraq çatdırmıram. Orta Asiyanı diqqətdə saxlamalıyam, Rusiyanın içindəkiləri eləyirəm, təbii. Bunu eləyirəm. Amma bir də var, məsələn, Türkiyəni heç olmasa siz işləyin də.